Biz başa düşürdük ki, bizə müraciətlər olmuşdu ki, bu hərbi əməliyyatlarda iştirak edən adamların buraxılması və cənab prezident dedi ki, silahları yerə qoysunlar, mülki geyimlərini geçsinlər, çıxsınlar, bizim onların işimiz yoxdur. Aydındır ki, bu adamlar orada qala bilməz. Cənab prezident belə bir humanistlik etdi. Dedi ki, bizim onları orada saxlamaq, kimindənsə əlavə cəzalandırmaq kimi niyyətimiz yoxdur. Biz istədiyimizi etdik və qisasımızı da döyüş meydanında almışıq. Yəni bizim başqa niyyətimiz yoxdur. Kimlərinsə qalıb yaşamaq hüququnu orada Azərbaycan tərəfi tanıyırdı və buna normal baxırdı. Və bununla bağlı hətta şərtlər də açıqlanmışdı. Ramin Məmmədov bunun hamısını detallı izah etmişdi qarşı tərəfin nümayəndələri. Bizim üçün bu normaldır, qəbul ediləndir. Qarşı tərəf üçün bu yeni reallıqlar, onlar onu həzm edib qəbul edə bilmədilər. Düşünürəm ki, bunun ən böyük günahı onların özlərindədir. Bəs Rusiya sülh məramlarının çıxması belə bir məşhur deyim var idi. Həmin gün dillər əzbəri idi. Rusiya əskəri girdiyi yerdən çıxmır. Daha sonra Rusiya rəhbərliyi bunu başqa cür formada interpretasiya eləmişdi, amma bizə aidiyyatı olmayan məsələ ilə bağlı. Erməni əhalisi oradan köçəndən sonra sual ondan ibarət oldu ki, sülh məramlarına nə ilə məşğullar? Biz burada hansısa bir çox ciddi bir israr etmirdik. Yox, bugün baş versin, sabah baş versin. Biz onsuz da bilirdik ki, bunun müddəti və zamanı var. O zamandan çox onsuz da ola bilməz. Ancaq bu qərar onlara buraxılıb. Bəlli bir müddət ərzində onlarda belə bir təsəvvür var idi ki, erməni sakinləri ilə iş aparılmaqla kimlərinsə geri qayıtması baş verə bilər və onda onlara yenə də ehtiyac olacaq. Belə bir danışıqlar var idi, belə bir mesajlar Moskvadan da verilirdi. Bu istiqamətdə bəlli bir iş də gedirdi. Ancaq bəlli bir vaxt keçəndən sonra və aydın olandan sonra ki, erməni əhalisinin geri dönmə fikri yoxdur. Onlar üçün də aydın oldu ki, artıq burada qalmaq tamamilə məntiqsizdir və 2024-cü ilin iyun ayında bilirsiniz ki, bütün qayda, qanunlara uyğun olaraq mərasimlər təşkil etməklə 2020-ci, 24-cü il, yəni 4 ilə yaxın, 3 il yarım olan bir müddət ərzində onlar orada qalmışlar və bütün şərait yaradıldı və onlar rahat şəkildə tərk etdilər.